Bugün car parkingdə cama, yəni pəncərəyə necə yazı yazmaq var, onu öyrədəcəm. İndi bura girək. Bir neçə dostlarımız bilmir ki, pəncərəyə necə yazmaq olar. Elə havalı şeyləri, məsəl üçün, baxın, bura gəlirsiniz, yazır window, window yazmalıdır, yəni pəncərə. Türkçə cam, belə də, yəni. Sonra istədiyini, məsəl üçün, bir şey demək istəyirsiniz, götürün, qoyun belə bir şey. Görürsünüz, amma bunu bilməsə nədən dostumuz belə eləmək istəyir. Götürür belə gətirir üstünə, gelir, kaybolur. Yəni olmur. Yəni onun üçün bu tərəfə gəlmək lazımdır. Bir neçə də şey göstərim ki, siz də eləyəsiniz. Məsəl üçün bunu bugün eləmişəm. Çox gözəl bir şeydir. Tofaş eləmişəm. Bura bir şey eləmişəm. Bura stikerlər eləmişəm. Türk bayrağı. Bura 55 eləmişəm. 00 saat 00. Dalda armut asılsın. Güzel kardeşim nasılsın? O demişəm, orada yazmışam ora. Arkaya da belə sözlər yazmışam. Esinti yapma, sadəcə bak. Erkek kişi, violent, speed. Elə şeylər yazmışam. Tofaş logosu yazmışam. Bura Tofaş Şahin də yaza bilərsiniz. Bura öz plakamızı da eləyə bilərsiniz. Mən gözəl bir plaka eləmişəm. Disklər belədir. Ondan sonra belə nömrə belədir. Gözləyin. Nömrə belədir. Gözləyin. Baxın, nömrə belədir. Nömrənin altına hər tərəfini yavaşca belə qara yerlərlə bağlayırsınız. Altını biraz böyüdürsünüz. Yuxarı istədiyiniz nömrəyə yazırsınız. Qırağa belə şeylər də yazırsınız və qırmızı yerlər var idi bu tərəflər. O tərəflərdə yəni buralar. Buralara da onlara yazırsınız. Bura istədiyiniz sözü yazırsınız. Mən belə yazmışam. Bu altı da istədiyiniz bir şey yaza bilirsiniz. İstəsəz Instagramımızı, istəsəz YouTube kanalımızı, istəsəz TikTok hesabımızı, hər şey yaza bilərsiniz də yəni. Yəni sərbəstdir oraya yazmaq. Nə istəyirsiniz. Buradan da yaxınlaşdırmaq istəsəz belə yönlərə aparmaq olur, belə zoomlamaq olur. Yəni belə yaxşı, yəni çox şey burada belə şeylər var. Sizə buradakı şeyləri öyrətdim. Məsələn, belə şey eləyə bilərsiniz. Bu nədir onun adı? Bunları hardan tapmısan desən, bu üstdəkiləri Google'a girirsiniz, yuxarıdakiləri CPM emojidən tapmışam. Amma obisiləri isə emoji kopyalaya giririk Google'a. Google aramaya giririk. Bura CMP yazdım. CPM emoji. Buraya en üsttekine giririk. Bu çıxır. Bunu çıxardaq. Burada da var ama o sticker olduğu için görünmür. Burada nickler var. Aranç nickleri var. Böyle tüm emojiler var. Buradaki tüm emojileri tıklayırıq. Bu keçsə, əsəbləşən emoji. Ayda. Gözləyin. Şimdi burada mən məsəl üçün bunu Tofaşa götürmüşəm. Ondan sonra nə götürmüşdüm? Bunu götürmüşdüm. Baxın, bunu götürmüşdüm. Onları götürmüşdüm. Araba logosu da var. Yəni belə də araba logosu. Belə şeylər var. Çox şey var. Burada çox şeylər var. At sembolü, ay.
ay yıldızı, elə şey. Amma bunları götürəndə şey olur. Sticker kimi çıxdığı üçün olmur. Amma o məsəl üçün onları hardan götürə bilərsiniz? Gəlirsiniz bura. Emoji kopyala. Gəlirsiniz. Aşağı qədər. Burada bir yer olmalıdır. O hanı? Emoji kopyala. Cephenli. Yok, bu değil. Emoji kopyala. Yapıştır, böyle bir şey de yazabilirsiniz. Ha, bakın bu çıxmalıdır, bax. Bakın. Belə olmalıdır. Tıklayırıq. Burada çox şey var. İstəsəz o ay yıldızını istəyirsə buraya gəlirsiniz. Yazın. Bura gireyim yine. Hayda. Bu işareti götürmeyi de çatın şeydi. Ha, bunu bura basırsınız. Bakın bura basırsınız. Gəldiniz bastınız. Semboller. Burada semboller yazır. Oraya girirsiniz. İstediğinizi ediyorsunuz. Sağ olun dostlar. Bu kadar bir car parking videosu çektik. Bir car parking videosu çektik ve size camın üstünde neler necə yazabileceğinizi öğrettim. Ve sağ olun. Yaxşı qalın, özünüzə yaxşı baxın.